Şagirdlər və onların valideynlərinin nəzərinə qarşıdan riyaziyyatçıların gözlədiyi möhtəşəm olimpiyada gəlir. Pifaqor Riyaziyyat Olimpiyadası. Hər vaxtınız xeyir əziz izləyicilər, qısa başlığı ilə qarşınızdayım. Belə bir maraqlı xəbər çıxdı qarşıma, istədim sizinlə də bunu bölüşüm. Siz də bu xəbəri bəyənib bölüşün ki, daha çox valideyn və şagird bundan xəbəri olsun. Pifaqor Riyaziyyat Olimpiyadası şagirdlərin riyazi düşüncə bacarıqlarını inkişaf etdirmək və onları yarış mühitində sınamaq üçün əla fürsətdir. Üstəlik, olimpiyadaya qatılıb pul da qazana bilərsiniz. 1000 manat pul mükafatı fondu mövcuddur. Maraqlıdırsa diqqətlə qulaq asın. Olimpiyada dekabr ayının 27-sində baş tutacaq. Olimpiyadada 2-ci sinifdən 8-ci sinifə qədər bütün şagirdlər iştirak edə bilər. Azərbaycan və Rus bölmələri üzrə keçiriləcək olimpiyada Beyin Olimpiada Mərkəzi tərəfindən təşkil edilir. Bakı şəhərində, həmçinin bölgələrdə də keçiriləcək. Yüksək nəticə göstərən şagirdlərə medallar, pul mükafatı, eləcə də sertifikatlar təqdim olunacaq. 90-100 bal toplayanlar qızıl medal, üstəgəl pul mükafatı, 80-89 bal toplayan şagirdlər gümüş medal, üstəgəl sertifikat, 70-79 bal toplayanlar isə bürünc medal, üstəgəl sertifikat əldə etmiş olacaqlar. Üstəlik, tez qeydiyyatdan keçsəniz, indirim də əldə etmiş olarsınız. Məncə şagirdlər üçün çox gözəl fürsətdir. Həm yarışaraq əylənə bilərsiniz, həm də biliyinizi sınayıb medal, pul və sertifikat da qazanmış olarsınız. Bax belə əziz izləyicilər, maraqlı xəbərləri qaçırmamaq üçün səhifəmə abunə olmağı unutmayın. Ən asılısı özünüzdən müğayət olun.